Göyçayda bir qrup sakin yaşadıkları fərdi evlərdə təhlükə ilə üz-üzə qalıblar. Ərazidə tikinti işləri aparılarsa, sakinlərə məxsus fərdi yaşayış evləri uça bilər. Daha ətraflı növbəti sujetdə. Bunun yiyəsi, əvvəlki yiyəsi bağban olub, böyük bir bağın zadını qırıb, töküb. İndi deyirlər, burada biz hündür mərtəbəli binalar tikəcəyik, siz buradan çıxın gedin. Söhbət Göyçayın Mirzə Fətəli Axundov və Mehdi Hüseynzadə küçəsinin kəsişməsindən gedir. Həmin ərazidə magistral boyunca həyət evləri yerləşir. Evlərlə yanaşı ərazidən yüksək gərginlikli elektrik naqilləri və yüksək təzyiqli qaz xəttləri keçir. Sakinlər iddia edir ki, 4 bir yanı həyət evləri olan təxminən 10-12 sot boş torpaq sahəsində hündür mərtəbəli yaşayış binası inşa etmək istəyirlər. Ərazidə yaşayan sakinlər deyirlər ki, bu ərazi bina tikintisi üçün əlverişli mövqedə deyil. Əgər işlər başlayar və iri tutumlu texnikalar əraziyə girərsə, həm oradakı həyət evlərinə, həm də kommunal sistemlərə ciddi ziyan dəyəcək. Burada böyük binanın tikilməsi bizim evlərin hamısının yararsız vəziyyətə düşməsi və buradan bizim yaşayışımızın alınmaması deməkdir. Gəlib də qədər iş görürlər. Özü iş hansı günü görürlər. İş olmayan gün, 20 yanvar günü, 31 dekabr günü, ayrı günlərdə gəlib işlər görürlər və çıxıb gedirlər. 12 min ailənin qazını kəsirlər ki, biz bura qaz durbasını başqa yerə keçirdəcəyik. Kimdir, nədir, bizi xahiş edirik, müdafiə eləyin ki, belə bir məsələlər olmasın. Hətta evlər çox qədimdən torpaq kərpiclərdən tikili olduğundan bir neçəsi uçmaq təhlükəsi ilə üz-üzə qalacaq. Ağır texnikalar girsə, bu evlərin hamısının uçması deməkdir, dağılması deməkdir də, bu mümkünsüz şeydir. Bunlar əgər burada hündür mərtəbəli bina tikəcəklərsə, bizim evlər hamısı uçacaq. İddia olunan tikinti işinə görə məsul şəxslərdən fikir öyrənmək istəsək də, ərazidə heç kimi tapa bilmədik. Yəqin ki, reportaj efirə gedəndən sonra aidiyyatı qurumlar əraziyə baxış keçirəcək, sözügedən iddialar barədə araşdırma aparacaq. Vahid Fəxri, Fidan Səfər, Spayız xəbər, Göyçay.